Salam, mən Xudayaram. 1998-ci il iyulun 15-də Bərdədə anadan olmuşam. Dünyaya gözümü açandan musiqiyə, sənətə böyük sevgim var idi. Amma vətən sevgisi hər şeydən uca gəldi. 2020-ci il sentyabrın 27-si 2-ci Qarabağ müharibəsi başlayanda bir dövlət sərhəd xidməti giziri və müddətdən artıq hərbi. Qulluqçu kimi ilk günlərdən döyüşə atıldım. Mənim döyüş yolum Kəlbəcərin Murovdağ zirvələrindən başladı. Füzulinin, Cəbrayılın, Zəngilanın olunmasında canla başla vuruşdum. Ağbənd qəsəbəsinin azad edilməsi zamanı yaralansam da döyüş meydanını tərk etmədim. Məzarım soyuq ola bilər, amma sizin gülüşünüz məni isidir. Şəhid güllə dəyəndə yox, unudulanda ölər.